տեսական եմ ասում, այնինչ որ ասում եմ, որպես հայտարարություն, որպես պնդում չընդունեք, խնդրում եմ. Hazırda qazın qiymətinin artırılması ilə bağlı heç bir rəsmi müraciət və ya müzakirə yoxdur. Qaz bahalaşarsa, müəyyən keçid dövrü çətinlikləri yarana bilər. Lakin uzun müddətli və geniş miqyaslı elektrik kəsintiləri olmayacaq. Çünki Ermənistan elektrik enerjisinin təxminən 30%-dən 35%-ə qədərini istilik elektrik stansiyalarında istehsal edir. Rusiya qazı ilə bağlı mövcud müqavilə 2027-ci ilin əvvəlinədək qüvvədədir. Ona görə yaxın 6 ay ərzində ciddi dəyişiklik gözlənilmir. Lazım gələrsə, qaz tariflərinin yumşaldılması üçün qaz sistemində formalaşmış əlavə gəlirlərdən istifadə edilə bilər. Amma alternativlər yaxın regionda yerləşən ölkələr ola bilər. Azərbaycan, Türkmənistan, bilmirəm, İran və qaz satan, həmçinin infrastrukturun imkan verdiyi bütün ölkələr. Əgər həmin ölkələrdən qaz almaq mümkündürsə, təbii ki, bu variantlar nəzərdən keçirilə bilər. Սպառողները դες ծանր ինչ որ ռեժիմների կամ ծանր սոցիալական վիճակի մեջ չհայտնվեն